Hər kəs salam. Bugünkü dərsimiz Condition Formatting qrupunda Top-Bottom Rules, Database, Color Scales, Icon Sets menyuları olacaq. Top-Bottom Rules menyusunda gördüyünüz kimi alt kateqoriyalar açılır. Bu alt kateqoriyalardan birincisi Top 10 Items'dır. Bu nə deməkdir? Gəlin maaş sütununu seçək. Ctrl-Shift aşağı ox düyməsini klik edirik. Bu sütun seçilmiş olur. Gəlirik bu hissəyə Top 10 Items deyirik. Bax, belə bir pəncərə açılır. Burada 10 yazılıb, siz istədiyiniz rəqəmi ədədi yaza bilərsiniz. Silək bunu, yazaq bura 3. Bu nə deməkdir? 3 ən yüksək əmək haqqı alanları formatlamış olacaq. Bax, burada da formatlamaq üçün müxtəlif formatları verə bilərsiniz. OK dedim, fikir verin. Bu əmək haqqları içərisindən ən yüksək əmək haqqı alan 3 nəfər ki yoxdur, onların əmək haqqı formatlanmış oldu. Bax, ən yüksək alan 1600'dür, ondan biraz aşağı 1520'dir, ondan da biraz aşağı olan 1500'dür. Ctrl-Z deyirəm, geri qayıdıram. Gəlirəm digər seçimimizə, Bottom 10 Items. Buna klik edirəm, belə bir pəncərə açılır. Burada da 3 yazsam, 3 ən aşağı əmək haqqı alanları formatlamış olacaq. Ctrl-Z deyirəm, geri qayıdıram. Digər seçimimiz Top 10 Percentage'dir. Bu nə deməkdir? Baxın, burada neçə işçimiz var? 20 işçimiz var da, fikir verin. Bu neynir? Gəlirəm burada maaş hissəsini seçirəm. Bu sütunu seçirəm. Gəlim Condition Formatting hissəsinə. Burada Top 10 Percentage deyirəm. Bax, belə bir pəncərə açılır. Bura ancaq faiz yaza bilərəm. 10% olmasın, olsun 15%. Bu neynir? Ümumi işçi sayım 20'dir də. Götürür 20'ni 15%'ını tapır, yəni 20'ni vurur 15'ə, bölür 100'ə. Nə qədər eləyir? 3. 3 ən yüksək, çünki top olduğu üçün 3 ən yüksək əmək haqqı olanları formatlamış olur. Fikir verin. Əgər 20 işçinin 20%'ni desək, 4 eləyəcək, 4 ən yüksək əmək haqqı alanları formatlamış olacaq. Ctrl-Z deyirəm, geri qayıdıram. Digər seçimimiz burada Bottom 10 Percentage'dir. Buna klik etdikdə belə bir pəncərə açılır. Burada 15% yazsam, 3 ən aşağı, çünki bottom deyir. 3 ən aşağı əmək haqqı alanları formatlamış olacaq. Bu da belə. Ctrl-Z deyirəm, geri qayıdıram. Sonra gəlir burada Above Average. Bu nə deməkdir? Baxın, burada maaş sütunun aşağısında, sonda klaviaturadan alt bərabər düymələrini sıxdıqda bu maaşların ümumi cəmini burada nəticə olaraq çıxarır. Mən gəlib bu hissəni seçsəm, maaş sütununu, bax, bura daxil deyil. Aşağı hissəyə baxsam, burada sum verib mənə 22.530, yəni ümumi cəmi, buradakı cəmi. Count isə count 20 verib. Bu ümumi işçilərin sayıdır 20. Ədədi ortanı tapmaq üçün sum'ı bölürük saya, ədədi ortanı, yəni average-i tapırıq. 1126 edir. İndi mən bu hissəni seçmişəm. Gəlirəm Condition Formatting qrupuna. Burada Above Average deyirəm. Ədədi ortadan yüksək əmək haqqı alanları burada formatlamış olacaq. Baxın, 1126'dan yüksək olanlar hansılardır? Onları formatlamış olacaq. Ctrl-Z deyirəm, geri qayıdıram. Gəlib burada Below Average desəm, 1126'dan aşağı olan əmək haqqlarının formatlanmış olacaq. Bu da belə. Ctrl-Z dedim, geri qayıtdım. Digər menyumuz gəlir Database. Database nə edir? Vizual effektlər verir. Dataları analiz edirik burada. Daha tez qərarlar qəbul eləmək üçün. Bax, müxtəlif effektlər burada verə bilərik. Elə seçək bu effekti. Fikir verin. Ən yüksək əmək haqqına görə digər əmək haqqlarını tənzimləmiş olacaq. Məsələn, ən yüksək burada 1600'dür. Mən bura 10.000 yazsam, baxın, ən yüksək əmək haqqına görə tənzimlədi. Görün, aralarında nə qədər məsafə var. Bu da dataları analiz eləyir, vizual effektləri verir bizə. Ctrl-Z deyirəm, geri qayıdıram. Digər menyumuz Color Scales'dir. Burada da rəng çalarına uyğun olaraq effektlər verə bilərsiniz, vizual effektlər. Seçək bu effekti, fikir verin, ən aşağı əmək haqqı alan qırmızı rənglə, ən yüksək alan isə tünd yaşıl rənglə formatlanmış olur.
Ən aşağı alan, əmək haqqı alan qırmızı rəng isə yüksəyə qalxdıqca baxın rəng çalarları dəyişir. Fikir verirsiniz. Bu da belə bir effekt verir. Ctrl Z deyirəm, geri qayıdıram. Digər seçimimiz burada icon seçdir. Burada da effektlər verə bilərik vizual olaraq. Baxın elə bu effekti verək. Fikir verin, ən aşağı əmək haqqı alan aşağı ox qırmızı rənglə belə deyək vizual effekt verir. Ən yüksək əmək haqqı alanlar yuxarı ox yaşıl rənglə formatlanmış olur. Orta isə sağa baxan sarı oxla işarə olunur. Və biz istəsək burada digər effektlər də verə bilərik. Məsələn, 4-4 effektlər, 5-5 effektlərdən verə bilərik. Baxın, Shapes hissəsində bax bu cür effektlər verə bilərik. Müxtəlif indikatorlar verə bilərik. Baxın, bu seçimlərdən, vizual effektlərdən istifadə edə bilərik. Bugünkü dərsimiz bu qədər. Növbəti dərslərimizdə qalan hissələri izah edəcəm.